Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Amma ba'd. Biz Usul İman kitabını devam edirik. Hansı bölümü devam edirik? Allah'a tanımaq ve ona iman etmek bölümünü. Muallif rahmanullah burada bir neçə hədislər zikr edir. Ve onlardan da biri Ebu Hureyre radıyallahu anhu'dan gelen hadiste demiştir. Radıyallahu anhu demişti ki Allah'ın Resulü sallallahu aleyhi ve sellem demiştir. O vakti Allah Teala yaratılmışları yarattı. Onun yanında arşın üzerinde olan kitabı yazmıştır. Kitapta yazmıştır. Yani yaratılmışları yazılır. Öz arşın üzerinde onun yanında olan kitapta yazmıştır. Həqiqətən benim rəhmətim qəzəbimi keçibdir. Yəni qəzəbimə qalib gəlibdir. Hədisi Buxari rivayet eləmişdir. Yəni bu hədisdə Allah Subhanahu taalanın yüksəkdə olmasına, Təbarək və Teala'nın uluv sifəti vardır. Yəni onun yüksəkdə olması vardır. O arşın üzərinə yüksəlibdir. İdən fəl-uluv və uluv-zət. Onda özü yüksəlibsə də demək zatı ile yükseliftir. Zatı yüksekliği var burada. Necə ki bunu muattilələr inkar edirlər. Ama əhl-i sünnə, iman əhli bunu ispat edirlər. Ki Allah subhanahu ta'ala uluv zəti ilə, zatı yüksəkliyi ilə, ucalığı ilə əzəməti də, şəni də ucadırır. Qələbəsi də, qahrı da nədir? Ucadır. Arşın üzerine istiva eləmək Allah Təbarək və Teala'nın feili sifətlərindən bir sifətdir. Fiili sifətlerinden bir sifətdir. Necə ki hadiste gelmişti ki İnne rahmeti galebet gadabi. Rəhmətim qəzəbimə qalib gəlibdir. Burada Allah Subhanahu taalanın rəhmətinin genişliyinə dəlalət vardır ki Allahın rəhməti genişdir. Təbarək və Teala'nın o qullarına rəhm edir. Allah bizə rəhm eləsin. Onları dünyada və axirətdə müvəffəq edir. Hidayete ve en doğru olan yola. Onlara rəhm edir. Onları pisliklərdən, bəyənilməyən şeylərdən uzaqlaşdırır. Onlara rəhm edir. Onların ruzularını asadlaşdırır onlar üçün. Onların işlərini asadlaşdırır. Onları yerdə qorxudan əmin edir. Onları aclıqdan yedizdirir. Bundan başqa olan Allah'tan ihsan növləri hamısı Təbarək və Teala mümin qullarına bunu edir. Çünkü o mümin qullarına rauf rəhimdir. Necə ki Allah Subhanahu taalanın bu rəhmət sifətinin isbatı var idir. Onun əzəmətinə, onun cəlalına layiq olan bir şəkildədir. Həmçinin də qəzəb sifəti var, isbatı var burada. Rəhmət sifəti də var, qəzəb sifəti də var. Bu da feili sifətdir. Kamil bir sifətdir. Onun əzəmətinə və cəlalına layiq olan bir şəkildədir. Yaradılmışların sifətləri kimi deyil. Çünkü yaradılmışlarda qəzəb mesela qanın qaynaması ilə və sürətli hərəkəti ilə əmələ gəlir. Müəyyən hallara insan düşür və qəzəblənəndə bu vəziyyətlər olur. Bədən qızınır, isinir. Ona görə qəzəblənən insana nəsiyyət olmuş ki, dəstəmaz alınıb, neynəsin, namaz qılsın. Çünki dəstəmaz soyudur bədən üzvünə zaten. Yaradılmışların sifətləri kimi deyil. Ne de ki yaradılmışların sifətləri ilə şərikliyi yoxdur. Yalnız ləfzdə var. Məxluqatlar da qəzəblənir. Allah'ın da qəzəb sifəti var. Məxluqatların ləfzi mənada yalnız nəyə baş şərikliyi vardır. Necə ki rəvayət olunmuşdur ki, sağ tərəfdəki mələk kim ki yaxşılıqlar edir, hansı ki yaxşılıqları yazır, qul bir yaxşılıq etdikdə sıraz ona 10 yaxşılıq yazır və artır. Yaxşılığı yazan mələk qul bir yaxşı əməl etdikdə tez onu yazır. 10 mislini yazır. Bir dənə yaxşılığa 10 misil və artırır. Əgər mükəlləf olan bir kəs günah bir şey edərsə, pis bir şey edərsə də sağ tərəfdəki mələk sol tərəfdəki mələyə deyir ki əmhil, gözlə, ləalləhu yətub, bəlkə tövbə eləyər. Bəlkə və yaxud da Allahdan bağışlanma diləyər. Tövbə eləyərsə, bağışlanma diləyərsə də o pislik yazılmaz. Əksinə Allah Teala o pislikləri yaxşılıqlarla əvəz edər. Tövbə eləməsə,
İstiğfar istəməsə Allah Taala'dan, bağışlanma diləməsə bir dənə pislik yazılır. Etdiyi o pisliyə görə bir dənə pislik yazılır. Bu da Allah Taala'nın rəhmətindəndir Təbaraka və Teala. Kim ki haqlıdır, rəhm olunmağa Allah kimə rəhm edirsə də o haqlı olan kəslərədir. Hansı ki o rəhmətin səbəblərini gətirir. Əməl həyatında, yəni dünyada rəhmət səbəblərini gətirir, edir və rəhm olunur. Çünki Allah Taala'nın rəhməti qəzəbinin edifi keçifdir. O möminlərə rəhimlidir. Onlara dünyada və axirətdə rəhm edir. Allah Taala bizlərə rəhm eləsin dünya və axirətdə. Allah'ım öz rəhmətinlə bizə rəhm elə ginən, öz affınla bizi ikram elə, öz məğfirətinlə bizi ikram elə ginən, sən bağışlayansan, rəhm edənsən. Başka bir rivayette gelmişti ki sol taraftaki melek Müslüman quldan xataya düşən, pislik edən Müslüman quldan 6 saat qələmi qaldırır. Yazmır pisliyi. Əgər peşman olarsa da, Allah'tan bağışlanma diləyərsə də yazmaz onu. Əgər əksi olarsa da bir dənə günah yazar ona. Yəni tövbə eləməzsə də, peşman olmazsa da bir dənə günah yazılar. Sonra müəllif rahmanullah devam edir. Buxari Müslim'de gelen hadisten gene hakikaten Allah Resulü sallallahu aleyhi ve sellem demiştir. Cealallahu rahmete miyete cüz'in. Allah Teala rahmetini 100 cüz ediptir. 100 hisse ediptir. Öz yanında 99 cüzünü saxlayıbdır. Hissəsini saxlayıbdır. Yere bir cüzünü indiribdir. O cüzdən də yaradılmışlar birbirlerine rəhm edirlər. Hətta heyvan dırnağını öz evladından qaldırır ki, qorxur ki birdən dırnağına dəyər. Ayağının altına özü heyvanı pişirsən, ayağını vurmur ki, birdən heyvan balasını ezər. Müslümdə gələn rivayətdə وَلِمُسْلِمٍ مَعْنَهُ مِنْ حَدِيثِ سَلْمَانِ وَفِيهِ كُلُّ رَحْمَةٍ تِبَاقُ مَا بَيْنِ السَّمَاءِ وَالْأَرْضِ. Hər rəhmətin göğlə yer arasında təbəqəsi vardır. O boydadır yəni. Gör nə qədər bir rəhmət, 100 rəhmət də təbəqəsi yerlə göy arasındakidir. Gör nə qədər 100 təbəqə. Yerlə də göy arasındakı məsafə 500 illik məsafədir. Bizim saydığımız 500 illik. Hansı sürətdə bilmirik. Amma bizim saydığımız 500 illik məsafə. Və fihi həmçinin فَإِذَا كَانَ يَوْمُ الْقِيَامَةِ كَمَّلَهَا بِهَدِيَ رَحْمَةِ. Kıyamet günü olduqda Allah Teala bu rəhməti ne deyir? Tamamlayır. Yəni 99'un üzerine o bir dənəni gətirir, olur 100 rəhmət. 100 rəhmət tamamlayır. Bu rivayətdə nə dəlil vardır? Dəlil var Allah Teala rəhmətinin genişliyinə dünyada və axirətdə. Axirətdə daha əzəmətli, daha əcəl, daha böyükdür. Yani dünyada da Allah Teala rəhm edir. 100 rəhmətdən bir rəhməti yerə indiribdir. Bu qədər insanlar arasında rəhmət var. Bir-birlərinə rəhm edirlər. Sən yazıq görəndə ürəyin ağrır, baxsan, xəstə görəndə, zəif görəndə pis olursan. Bu rəhimdir. Bir ac görəndə istəyirsən də sağlıq verəsən, iyisin. Məsəl üçün də bu rəhmətdir. Axirətdəki 100 rəhmətdir. Subhanallah. لأنه جل وعلا يدوم الجزء الذي أنزله بين أهل الأرض إلى 99 جزءا فيرحم الله به الخلائق. Çünkü diyor bir dənə də 99'a əlavə edir, yaradılmışların hamısına rəhm edir, hansılar ki rəhmətə haqlıdırlar. Allah onlara rəhm edir. Onlar kimlərdir? Tövhid əhli. Yəni, rəhmətə haqlı olanlar tövhid əhlidirlər. Yəni. Namaz əhlidirlər. Hansılar ki onlar küfr üzərində, millətdən çıxaran küfr üzərində ölməyiblər. Ne de ki milletten çıkan şirk üzerinde ölmüşler. Ne de ki etiqadi münafiklik, nifak deyirlər də bu etiqad üzerinde ölmüşler. Ne de ki milletten çıkan her hansı bir küfür üzerinde ölmüşler. Yani. Mürtəd mi olublar? Buna oxşar. Onlar ne üzerinde ölüblər? Tövhid üzerinde ölüblər. Tövhid üzerinde ölen her bir kəs hansı günah edir etsin? Allah'a şərik qoşmuyur. Küfürdən, şirkdən aşağı ne günah edib. O Allah Teala onların hamısına rəhm edəcəkdir.
Subhanallah. Ona görə ən birinci insanları tövhidə dəvət eləmək lazımdır. Tövhid olsa xilas tapacaq, nicat tapacaqdır. Yəni onlar həlak edici günahları eləsələr belə, amma tövhid üzərində ölsələr, onlar nicat tapacaqlar. Allah onlara rəhm edəcəkdir və onlar üçün şəfaət olunmasının izni verəcəkdir. Bəzilərini Allah Subhanahu taala odla təmizləyir. Yəni bunların bəzisi etdikləri günaha görə düşürlər oda, o odla o günah təmizlənir və Allah Taala təmizləndikdən sonra onları cənnətə daxil edir. Tövhidləri var deyə. Bu da Allah Taala'nın onlara olan rəhmətindəndir. Peyğəmbər sallallahu əleyhi və səlləm bu rəhməti zikr edir, bu rəhmətin miqdarını və böyük uzunluğunu zikr edir. Başqa bir ayətdə gəlmişdi, Salmandan gələn rivayətdə qalaqda deyir ki, göylə yer arasında təbəqə kimidir. Yəni bir rəhmət göylə yer arasında təbəqə kimidir. Vəsf edəndə bunu beləncə vəsf edir Peyğəmbər sallallahu əleyhi və səlləm. Nə boydadır o rəhmət. Subhanallah. Hələ bir ayədir yəni. Yəni göylə yerin arasını doldurur. Bu böyük bir işdir. Hər rəhmət də göylə yer arası qədər eləncə. Yəni hər rəhmətlə o birisi rəhmət arasında 100 il, 500 illik məsafə dolu qalmışsın. Subhanallah. Bunun için de Allah Azze ve Celle demişti ki فَقُلْ رَبُّكُمْ ذُو رَحْمَةٍ وَاسِعَةٍ De ki senin Rabbin geniş rahmet sahibidir. Yani her şeyi əhatə edibdir o rəhməti. Hər bir dirini əhatə edibdir. Yani rəhmət sahibindən olan hər bir dirini. Çünki bəzi görsən ki azğın dəvətçilər vardı ki Allah'ın rəhməti genişdir. Allah geniş rəhmət sahibidir. Görsən xristiyanlara dua edir. Küfr üzərində olub, xristiyanlıqda ölüb, rəhmət oxuyur. Deyirsən, niyə oxuyursan? Olmaz axı şafirlər rəhmət oxumaq deyir. Allah'ın rəhməti genişdir. Allah geniş rəhmət sahibidir. Səni təlbis edir, umma yayın götürür. Qəlblərində xəstəlik olanlar mütəşəbbih ayələrə tabidirlər. Bu sözü götürür, ayəni götürür və beləncə danışır. Qiyamət günü olduqda Allah Subhanahu bu rəhməti kamilləşdirir. Yəni o qullara indirdiyi o bir rəhməti də bu 99 rəhməti əlavə edir və 100'ü tamamlayır. Günah əhlinə, tövhid əhlindən olan. Burada Şeyx Zeyd Rahmanullah, Zeyd Mədxəli namazı da tez zikr edir. Çünki namazın tərkində ixtilaf vardı. Böyük küfürlə kafirdir, məsələn kiçik küfürlə mi? Səhih budur ki, insan inkar eləmədən, arada qılıb qılmayıb, belə vəziyyətdə bu insan kiçik küfürlə küfür edir. Amma halı acınacaqlıdır, yəni qorxuludur vəziyyəti. Yəni tövhid və namaz əhlindən olan günahkarlara Allah Taala rəhm edir. Nə qədər günahları böyük olsa da Allah Subhanahu Taala barəsində ümid böyükdür. Necə ki Tirmizidə gələn hədisdə Ənəs ibn Məlik deyir ki, eşitdim ki Allahın Resulü sallallahu əleyhi və səlləm deyir ki, Allah Taala deyir, hədis qudsudur. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, Allah Taala deyir, qudsi hədisdir. Deyir ki, ey Adəm oğlu, yer dolusu mənə xata ilə gəlsən. Yəni, bi qurabətil ardı xataya. Yəni, mənə ləvətəytəni bi qurabətil ardı xataya. Yəni, yer boyda mənə xata ilə gəlsin. Sonra mənlə thumma laqaytani la tushriku bihi şeyə. Mənə bir şey şərik qoşmadan məndən görüşərsənsə də لَأَتَيْتُكَ بِقُرَابِهَا مَغْفِرَةً O boyda bağışlanma ilə sənə gələrəm. Yəni səni bağışlayaram. Bir dənə şirkin yoxdur, günahlar edirsən. Allah Taala ilə görüşəndə Allah Taala o qədər səndən bağışlayar səni. Şeyx Zeyd deyir ki, qultu haniən limən haqqaqa təvhid. Rəhməllah deyir ki, kim tövhidi təhqiq edirsə də nuş olsun ona belə deyək. Doğru dilində. O insan şirkin böyüyündən də, kiçiyindən də, azından da, çoxundan da, şirk əhlindən də və şirkə çağıranlardan da uzaq olan kəsdir ki, bunlar o nicat tapandır. Və bunun üzərində ölübdür. Yəni, təkcə mən şirk eləmirəm. Yox, hətta şirk əhlindən belə uzaq olmalısan. Görüşməyin miqdarın dəvət miqdarı olmalıdır onlarla. Bir də ola bilər alış-veriş. O da ki, aldım, verdim, bu qədər də əlaqə. Amma bəzi insanlar görsən, mən şirk eləmirəm, məşi onlar edir, özləri bilər. Onlarla deyirlər, görürlər, yiyirlər, içirlər. Yəni, belə olmaz. Oturdun,
bilirsən bunlar şirk əhlidir, sən onları dəvət eləməlisən. Əks halda həmin yeri tərk edib gedirsən. Şirkdən və onun əhlindən uzaq durmalısan. Gələn səfər davam edərək. Allah sağlıq istəyirəm ki, bizdən istifadə edin. Barakallahu fikum.